Bu sualda natural ədədlər mövzusuna aid vacib suallardan biridir. Deməli deyir 150 və 180 ədədinin neçə ortaq natural böləni var? Ortaq sözünə diqqət edək. Bunun üçün nə etmək lazımdır? Əvvəlcə 150-ni ayırırıq sadə vurğularına. Deməli 150 bərabər oldu 2 üstü 1 vur 3 üstü 1 vur 5 üstü 2-yə. Daha sonra 180-ə eyni qaydana tətbiq edirik. 180-i ayırırıq sadə vurğularına. Deməli 180 də bərabər oldu 2 üstü 2 vur 3 üstü 2 vur 5 üstü 1. İndi ortaq natural bölənlərin sayını necə tapırıq uşaqlar? Ortaqları seçirik sadə vurğuların içindən də. Yəni burada 2 üstü 1, 2 üstü 2 ortaq olan 2 üstü 1-dir. Yəni hər ikisində olan vurulsun. Burada 3 üstü 1, burada 3 üstü 2 yenə hər ikisində olan 3-dən bir dənədir. Yəni 3 üstü 1-dir. Yəni qısaca əbub tapırıq da burada. 5 üstü 1, 5 üstü 2, burada da ortaq olan 5 üstü 1-dir. Bu cür yazırıq. Sonra natural bölənlərin sayını istəyir bizdən. Natural bölənlərin sayını tapanda isə yadınızdadırsa qüvvətlərin üzərinə 1 əlavə edib bir-birinə vururduq. Biz də eyni qayda ilə bu birlərin qüvvətlərin üzərinə 1 əlavə edib bir-birinə vururuq. Bu da eləyər 8.